Həmçinin şeyh buna oxşar bir komentari var bu fikirdədir. Yazıb ki, Yezidi gətirib Əliyə müqayisə edirsiniz. Yaxşı, Rəşid xəlifəyə qarşı çıxan İslamda kafir sayılırmı? Əgər sayılırsa, Muaviyə niyə kafir sayılmır? Çünki o Əliyə qarşı çıxmışdır. Yəni nə deyir? Birinci nə deyir? Yezidi gətirib Əli ilə müqayisə edirsiniz. Yox, Yezidi heç kəs nədə müqayisə edir? Müqayisə eləmək olar amma bərabər tutursunuz. Yox, bərabər tutmaram heç vaxt. Heç bir kəs Yezidi Əli ilə bərabər tutmaz radiyallahu anh. Birinci Yezid tabiindir. Əli radiyallahu anh sahabi və ən əfsəl sahabelərdən biridir. Əhl-i Beytdir, Peyğəmbərin əmisi oğludur, Peyğəmbərin kürəkənidir sallallahu aleyhi ve sellemin. Sonra Ömər bin Xattabla dost olub. Ömər bin Xattaba qızın verib Ümmü Kulsum'u Fatimədən olan. Yəni bunlar hamısı qohum idi bir-birinə. Osman radiyallahu anh'la qohumdur, Əbu Bakrla qohumdur, babalarda hansı babalarda birləşirlər. Bunlar hamısı belə baxanda qardaşlar, həm uşaqları idi hamısı. Belə də ümumən desək. Ona görə heç kəs Yezidi heç kəs Əli ilə müqayisə etmək düzgün olmaz. Yəni Əlidən üstün görməz. Heç kəs, mən eşitməmişəm heç. Biz özümüz eşitsək belə bir şey ki, kim ki Yezidi Əlidən üstün. Biz özümüz amma etiraz edərik, rədd edərik sözün. Sonra nə deyir? Rəşidi xəlifəyə qarşı çıxan İslamda kafir sayılmır. Yox, Rəşidi xəlifəyə çıxan İslamda kafir sayılmır. Kimdir ki, kafirdir? Hətta xavariclər ki, Əli İbn Əbi Talib radiyallahu anh'a çıxdılar qarşı. Əlini öldürdülər radiyallahu anh'a. Sahabələr onu öldürəndə mürtəd kimi öldürmədilər. Yəni kafir kimi öldürmədilər. Kafir kimi öldürmədilər. Asi kimi öldürdülər. Hətta onların hakimə qarşı çıxanlar, yəni xavariclər, onların kafir olmamağına dəlil Əli ibn Əbi Talibdən gətirirlər radiyallahu anh'a. Ne üçün? Çünki Nəhravan döyüşündə, Siffin qalsın, Nəhravan döyüşündə hətta, xavariclərlə döyüşdən sonra qənimət almadılar onların mallarını, qadınların, cariyi götürmədilər. Ne üçün? Çünki kafir deyirlər. Kafir olsaydılar qənimət götürərdilər. Əksinə xavariclərin kafir olmamağı barədə Əli ibn Əbi Talib radiyallahu anh'a dəlil gətirirlər. Ona görə baxmayaraq Əliyə qarşı çıxırlar radiyallahu anh'a. Ona görə hakimə qarşı çıxan kafir olmur. Səhv başa düşürsünüz. Siz biraz dəqiqləşdirin məsələləri. Və hətta tarixi hadisə olsa belə qaytarın Quran sünnəyə. Onunla həll ediyor. Bəli. Bu mövzuyla bağlı kommentlər bunlardır şeyh. Həmçinin bunu soruşmaq istədik sizdən ki, görürsünüz bu belə fikirli olanlar hansı ki səhv yönləniblər, səhv məlumat alıblar, yaxşıdır ki soruşurlar. Biz də sizə sual veririk. Yaxşıdır, soruşun, bəli. Lakin bəzən olur daha oxunmayası kommentlər yazırlar. Onlara nəsiyyət edərsiniz ki. Onların nəsiyyəti birinci bilirsiniz, o təhqir eləməyi biz də bacararıq. Təhqir eləməyi və s. onu biz də bacararıq. Amma eləmərik. Hər kəsin öz ədəb mədəniyyəti var, öz səviyyəsi var. O hələ adamlar zəif adamlardır. Oturub bu evdə, çayxanada, oradan yazır. Təhqir və s. Yox, hələ lazım deyil. Sən əgər yazmaq istəyir, yaz, amma elmli nəsə yaz. Elmlə yaz, haqqı axtarmaqla. Təhqiri biz də bacarırıq. Onsuz da nə deyirsən, 1000 qat sən qaydır onsuz da. Nə deyirsənsə deyinə. Yəni onu biz də bacarırıq. Elmi nəsə aydınlıq gətirmişsən, çox şey aydınlıq lazımdır. Çünki sizə bizi barədə çoxlu yalanlar deyiblər. Onları dəqiqləşdirin, bizim özümüzdən. Mən bunu tövsiyə edirəm. Amma söyləməyi hamı bacarır. O zəif adamın işidir. Zəif adamın, bəli. Allah razı olsun.